Salam, bugünkü izahımız dim test toplusu dağa əmələ gəlmə mərhələləri olacaq. Birinci sual, yerin geoloji inkişaf tarixində baş verən qədim dağ əmələ gəlmə mərhələləri. Bizdən qədim dağ əmələ gəlmə mərhələləri istəyirsə, biz Kaynozoy erası və Mezozoy erasını buradan çıxmalıyıq. Mezozoy, B variantından Mezozoy çıxırıq. C variantından antropogeni çıxdıq. D variantından Alpı çıxdıq. Və baş verən qədim dağ əmələ gəlmə prosesləridir. Arxi geoloji eradır. Dağ əmələ gəlmə mərhələsi deyil. Y variantı doğru cavabdır. İkinci sual. Alt dağ əmələ gəlməsinin baş verdiyi geoloji dövrləri müəyyən edin. Alt dağ əmələ gəlməsi Kaynozoy erasında baş verib. Kaynozoy erasında geoloji dövrləri paleogen, neogen və antropogendir. 2-də doğru cavab C variantı. Üçüncü sual. Alt dağ əmələ gəlməsində yaranan dağlar, yəni bizdən cavan dağlar istəyir. Qədim dağları çıxacaq. Appala, Skandinaviya A variantından çıxırıq. B variantından Kap, Ural qədim dağlardır. C variantında Tian Şan, Sayan, Böyük su ayrıcı qədim dağlardır. D variantında Ural, Appalaz qədim dağlardır. Y variantı doğru cavabdır. Karpat, Atlas, Pamir və Ant. Dördüncü sual. Kopetdağ silsiləsinin fəal seysmikliyi bağlıdır. Kopetdağ cavan dağlardır. Kopetdağ Alp Himalay qurşağında yerləşir. Yenidən dağ əmələ gəlmə olmayıb, bu cavan dağlardır. Yenidən dağ əmələ gəlmə Tian Şan, Altay, Sayan dağlarına aiddir. Alp qırışıqlığı dövründə yaranması, bəli, B variantı doğrudur. Qədim qırışıqlıq deyil, Kimmeri deyil, alp qırışıqlığıdır. Tavaların sərhəddindən uzaqda yerləşən qədim dağlardır. B variantı doğru cavabdır. Beşinci sual. Yenidən fəallaşmış qədim dağ sistemləri Tian-Şan, Altay, Sayan qırışıq faylı dağlardır. Bunlar Alp qırışıqlığı dönəmində yenidən fəallaşmışdır. Yenidən fəallaşsalar da bunlar qədim dağlar hesab olunur. Altıncı sual. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Appalaz və Koldiriyer. Materikin ən hündür nöqtəsi buradadır. Bu Koldiriyer dağlarına aiddir. Makkinli zirvəsi. Okean sahillərinə paralel yerləşir. Hər ikisi Koldiriye Sakit Okean sahilində, Appalas isə Atlantik Okeanı sahilində yerləşir. Ortaya gedəcək. Geosinkronun dördüncü mərhələsi qədim dağlardır. Yəni platforma mərhələsidir. Bu qədim dağlara götürəcəyik. 1-ə 3. Qar xəttindən yuxarıda yerləşir. Koldiriye dağları yüksək dağlardır. Meridional istiqamətdə də şimala doğru uzanır və Koldiriye dağlarına götürəcəyik bunu. Ant dağları, Appalas dağları daha doğrusu orta hündürlüklü dağlardır və yerləşdiyi yerdə də qar xəttinin hündürlüyü daha çoxdur. Appalasın ən hündür yeri isə 2037-dir. Qədim dağlardır. Bunu Appalasa götürəcəyik. İki yarımkürədə yerləşir. Hər ikisi Şimali Amerikada yerləşdiyi üçün iki yarımkürəyə düşmüş olur. Deməli 1-ə 3 5, 2-yə 1 4, 3-ə 2 6 doğru cavabdır. Y variantı doğru cavab. 8-ci sual. Tian-Şan, Altay, Sayan dağlarının geoloji cəhətdən qədim olmalarına baxmayaraq hündür olmalarının səbəbi. Tian-Şan, Altay, Sayan yenidən cavanlaşmış dağlardır. Kaynozoy erasında, yəni alt dağ əmələ gəlməsində Himalay dağları hündürləşən zaman ona yaxın olan Tian-Şan, Altay, Sayan dağları da yenidən cavanlaşmışdır. Deməli, olacaq A variantı alt qırışıqlığında yenidən fəallaşmalar. 8. Tian-Şan dağlarının geoloji cəhətdən qədim olmasına baxmayaraq, burada seysmik hərəkətlərin müşahidə olunmasının səbəbi. Mütləq hündürlüyü az deyil, 7439 metrdir. Fəal antropogen insanların fəaliyyətinin zəlzələyə aidiyyəti yoxdur. Okean və materik tipli tavaların toqquşma sərhədində deyil. Qədim platformanın mərkəzi hissəsində deyil, hal-hazırda bura fəal ərazidir. D variantı doğru cavabdır. Tian-Şan, Altay, Sayan yenidən fəallaşmış dağlardır. Tektonik proseslər fəal gedir, neft tektonik hadisələr baş verir, amma qədim dağlar hesab olunur. 9-cu sual. Mezozoy erasında yaranan dağlar Skandinaviya paleozoy yaşlıdır, Atlas cavandır, Alp yaşlıdır. C variantında Ant alt dağ əmələ gəlməsi, Skandinaviya qədimdir, paleozoy yaşlıdır.
B variantında Kolderiyer Mezozoy ve Alp kırışıklığıdır. Kafkas Alp kırışıklığıdır. D variantında her ikisi Alp kırışıklığına aittir. Doğru cevap Verkhanski Çelski Rusya arasında yerleşir. İkisi de Mezozoy yaşlı dağlardır. 10-cu sual. Kaledon və Hessin dağ əmələ gəlməsi mərhələlərini əhatə edən geoloji era Paleozoy erasında Kaledon və Hessin dağ əmələ gəlməsi baş verib. Kaynazoy erasında Alp dağ əmələ gəlməsidir. Arxe erasının sonlarında Baykal dağ əmələ gəlməsidir. Proterozoyda Balkar dağ əmələ gəlməsidir. Mezozoyda isə Kimmeridir. Doğru cavab olacaq B variantı. Hansı dağ silsilələri Alp qırışıklığı zamanı əmələ gəlmişdir? Cavan dağlar olacaq. A variantı doğru cavabdır. Kırım, Kopet Dağ bunlar Kırım, Kopet Dağ Avrasyada yerləşir. Ant Cənubi Amerika, Atlas isə Afrikada yerləşir. B variantından Tian Şan, Altay, Appalası çıxırıq. C variantından Ural və Skandinaviyanı çıxırıq. D variantından Altay, Appalası, Kapı çıxırıq. Y variantından Ural və Kapı çıxırıq. Doğru cavab olur A variantı. 12-ci sual. Alp qırışıqlığına aid olan xüsusiyyətləri müəyyən edin. Alp qırışıqlığı Kaynazo erasında baş verib. Qədim qırışıq faylı dağlar olmayacaq. Kaynazo erası 2 doğrudur. Baykal qırışıqlığı olmayacaq. Qərbi Avropanın ən uca zirvəsi burada yüksəlir. Alp dağlarıdır daha doğrusu. Deməli, bəli, ən uca zirvə Mont Blanc zirvəsi 4807 metr Alp dağlarındadır. 2-4. Atlantik və Şimal Buzu okeanı arasında su ayrıcı hesab olunmur. Dağ turizmi güclü inkişaf etmiştir. Bəli, Alp dağlarında dağ turizmi dünyada ən tanınmış dağ turizminin inkişaf elədiyi yerlərdir. 2, 4, 6 doğru cavabdır C variantı. 13-cü sual. Geoloji ardıcılığı tamamlayın. Deməli, Alp qırışıqlığı Kaynazoy erasında baş verib. Bizdən birinci dağ soruşur. Verxanskini biz bilirik. Mezozoy erasında olub. Bura 2 olmalıdır. Kimmeri. Skandinaviya, Kaledon dağ əmələ gəlməsi. Bura olacaq era olaraq Paleozoy. Oradan avtomatik olaraq bir də çıxacaq. 2 Kimmeri olmalıdır. 3 isə Paleozoy olmalıdır. 2-nin Kimmeri, 3-ün Paleozoy olduğu Y variantıdır. Burada Pamir dağları bəli ola bilər. Pamir dağları cavan dağlardır. Y variantı doğru cavab. Xəritə sxemdə rəqəmlərlə göstərilmiş dağ sistemlərinin qırışıqlıq mərhələsini müəyyən edin. 1. Avrasiyanın şimal-şərqidə Verxanski, Çelski bu dağlar yerləşir. Bunlar mezozoy yaşlıdır. 2. Böyük su ayrıcı dağlardır. Paleozoy yaşlıdır. Qədim dağlardır. 3. Afrikanın şimal-qərbi Atlas dağlarıdır. Atlas dağları alt qırışıqlığına aiddir. Deməli, birinci olmalıdır Kimmeri qırışıqlığı, 2 olmalıdır Helsin qırışıqlığı, 3 isə alt. D variantı doğru cavabdır. 15. Deməli, doğru sıraları müəyyən edin. Dağ və ya dağlıq qurşaq yerləşdiyi materik era qırışıqlıq mərhələsi. Verxanski Avrasiyada yerləşir, Mezozoy erasıdır və Kimmeri dağı əmələ gəlir. Bir doğrudur. Appalaz dağları Şimali Amerikada yerləşir, amma Kaynazoy erası deyil. 2 səhvdir. Atlas dağları Afrikada yerləşir, cavan dağlardır. Kaynazoy erası olmalıydı. Səhvdir. Ant dağları Cənubi Amerikadadır. Paleozoy yaşlı deyil. Kaynazoy yaşlı olmalıdır. Bu da səhvdir. Pamir Avrasiyada yerləşir və Kaynazoy yaşlıdır. Bu doğrudur. 1 və 5 doğru cavabdır. 15-də A variantı. 16. Düzgün ardıcıllığı müəyyən edin. Era, qırışıqlıq, dağ və ya dağlıq qurşaq yerləşdiyi materik. Paleozoy erasında Kaledon qırışıqlığı olub, Altay dağları da var, amma Afrikada yerləşmir. Bir yanlışdır. Paleozoy erasında Helsin qırışıqlığı olub, Ural dağları yaranıb, Avrasiya. Bu doğrudur. Mezozoy erasında Kimmeri dağ əmələ gəlməsi olub, amma Appalaz dağları bura aid deyil. Appalaz Paleozoy yaşdır. 3 atırıq. Kaynazoy erasında Alp qırışıqlığı olub, Atlas dağları yaranıb. Doğrudur. Mezozoy erasında Kaledon dağ əmələ gəlməsi olmayıb. Mezozoy erasında Kimmeri dağ əmələ gəlməsi. Deməli, burada doğru cavab 16-da 2 və 4-dür.
17-ci sual. Deməli, xəritə sxemi əsasən AB xətti üzrə coğrafi obyektlər və onların geoloji yaşını müəyyən edin. Deməli, A-nın yerləşdiyi yer Sibirdir, Sibir ərazisidir. E, Sibir ərazisi deyə bilərik. Amma digər ardıcıllıqlara da baxaq görək uyğun gəlirmi? A variantında Orta Sibir paleozo yaşlı deyil. Deməli, Orta Sibir qədim platformadır. Qədim platformalar arxev və proterozo yaşlıdır. Bu olmayacaq. B variantı Verxoyanski, Mezoy, Tian Paleozoy, Pamir, Kaynazoy. B variantı doğrudur. Bəli, bu ola bilər. C variantında Orta Sibir proterozoy Sayan Kaynazoy yaşlı deyil. Hindukuş da mezoyaş değil. D variantında Çelski mezoyaşdır. Baykal ətrafı kaynazoyaşlı değil. Sadəcə kaynazo erasında yenidən fəallaşıb. Y variantında Qərbi Sibir cavan platformadır. Paleozoyaşlı olmalıdır. 17-də B variantı doğru cavabdır. 18. Xəritə sxemi əsasən AB xətti üzrə coğrafi obyektləri və onların geoloji yaşını müəyyən edin. Deməli, burada baxsaq, A olan yerdə, bəli, Böyük Xinqan dağları ola bilər, paleozo yaşdır. Altay paleozo yaşdır, Ural paleozo yaşdır. Bu ola bilər. İndi digər variantlara baxaq. Digər variantlarda nələr ola bilməz? B variantında böyük Çin düzənliyi daha aşağıdadır, ora aidiyyəti yoxdur. C variantında Tibet yaylası daha aşağıdadır, ora aidiyyəti yoxdur. D variantında Skota Alin paleozo yaşlı deyil, mezo yaşlıdır. Y variantında Sayan şərq hissədə yerləşmir, daha içəridə yerləşir. Bu da olmayacaq. Kopetdağ da mezo yaşlı deyil, Kopetdağ da daha aşağıda yerləşir. A variantı doğru cavabdır. Burada Böyük Xinqan, Kiçik Xinqan dağları var. Orta hissədə Baykal ətrafında Altay dağları var. Və Xəzərin yuxarı hissəsində də Ural dağları var. A variantı doğru cavab. 19. Xəritə sxemi əsasən qədim dağları müəyyən edin. 2 Ant dağlardır, Cavan dağlardır, çıxırıq. 4 Atlas dağlardır, bunu da çıxırıq. Cavan dağlardır. 5 Alp dağlardır, bunu da çıxırıq. Doğru cavab olacaq 1, 3 və 6. 1 Appalas dağları, 3 Skandinaviya dağları, 6 Əjdaha və ya Drakon dağları. 1, 3, 6 doğru cavabdır. 20-ci sual. Xəritə sxemi əsasən cavan dağları müəyyən edin. 4 Kap dağlarıdır, 4 Kap dağlarıdır, çıxırıq. 3 böyük su ayrıcıdır, qədim dağları çıxırıq. 1 Uraldı çıxırıq. Doğru cavab olacaq 2, 5, 6. 2 Himalay, 5 Ant, 6 Atlas. 2, 5, 6 doğru cavabdır 20-də. 21-də Kaledon Helsin qırışıqlığı, yəni biz qədim dağları götürəcəyik. 5 Atlas dağlarıdır, çıxırıq. 4 5 daha doğrusu Ant dağlarıdır, çıxırıq. 4 Atlas dağlarıdır, bunu da çıxırıq. 2 Himalay dağlarıdır, bunu da çıxacağıq. 1, 3, 6 doğru cavabdır. 1 Ural dağları, 3 Böyük su ayrıcı, 6 Appalas dağları. 22. Deməli, uyğunluq pozulmuşdur. Kaynazoy erasında Kunlun dağları yaranmıyor. Kunlun dağları Mezozoy erasıdır. Bir yanlışdır. Mezozoy erasında Qayalı dağlar və Kimmeri, Qayalı Kolderiyenin şərqidir. Bu doğrudur. Bizə doğru lazım deyil. Paleozoy erasında Böyük Xinqan dağları yaranıb Helsin dağı əmələ gəlməsi. Bu da doğrudur. Bunu da atırıq. Orta Sibir qədim platformadır. Qədim platformalar arxev və proterozoy eralarında yaranıb. Amma Kaledon mərhələsi deyil. O Baykal mərhələsi olmalıdır. 4-də səhvdir. Appalas arxev erasında yaranmayıb. Kaledon dağı əmələ gəlməsi baş verib Paleozo erasında. Bizə yanlışlar lazım idi. Yanlış olur. 1, 4, 5. 23. Uyğunluq gözlənilib deyir bu sualda. Kaynazoy erasında Atlas dağları yaranıb və Alp dağı əmələ gəlməsidir. Bir doğrudur. Mezozoy erasında Kimmeri dağı əmələ gəlməsi olub və Verxoyanski dağları yaranıb. Bu da doğrudur.
Paleozoy erasında Appalas dağları yaranıb Hersin. Bu da doğrudur. Çin Koreya qədim platformadır. Proterozoy erası ola bilər, amma Kimmer dağ əmələ gəlməsi deyil. Bunu atırıq. Arxey erasında Kaledon dağ əmələ gəlməsi olmayıb. 4 ilə 5 yanlışdır. 1, 2, 3 doğru cavabdır. 24-cü sual. Düzgün ardıcıllığın verildiyi sıraları müəyyən edin. Dağlar geoloji, geosignalın inkişaf mərhələsi. Cavan dağlar, yəni geosignalda yerləşən dağlar, geosignalın inkişafının 3-cü mərhələsidir. Qədim dağlar isə Qədim dağlar geosinkronun inkişafının 4-cü mərhələsidir. Yəni platforma mərhələsi. Kopetal cavan dağdır, 3-cü mərhələdir. Bu doğrudur. Appalas qədim dağdır, amma birinci mərhələ yox. Olmalı idi 4-cü mərhələ. 2-ni atırıq. Ant dağları cavandır, amma 4-cü mərhələ deyil, 3-cü mərhələ olmalı idi. 3-ü də atırıq. Qafqaz cavan dağlardır, 3-cü mərhələ doğrudur. Atlas qədim dağ deyil, Atlas cavan dağdır. 5 atırıq. Ural qədim dağdır. Bəli, qədim dağlar 4-cü mərhələ olmalıdır. Doğru cavab olacaq 1, 4, 6. 24-də 1, 4, 6. 25 bu dəfə bizdən cədvələ əsasən ardıcılığın düzgün verilmədiyini istəyir. Atlas cavan dağdır. 3-cü mərhələdədir. Bəli, doğrudur. Doğrunu atırıq gedir. Altay qədim dağdır. 2-ci mərhələ deyil, 4-cü mərhələ olmalıdır. Piriney cavan dağdır. 3-cü mərhələ doğrudur. Atırıq gedir. Skandinaviya cavan dağ deyil. 4-ə götürürük. Dekan yaylası qədimdir. 4-cü mərhələ doğrudur. Atırıq. Koldriyer cavan və orta yaşdır. Birinci mərhələ yox. Bu olmalıdır. 3-cü mərhələ. Deməli, bizə yanlışlar lazımdır. Yanlış olacaq 2, 4, 6. 26 Paleozoy erasındakı qırışıqlıqlara aid olmayan dağ sistemləri. Aid olmayan, yəni aid olmayan deyirsə, bizdən daha çox cavan dağları istəyir. Cavan dağlar olacaq burada 1 Koldiriyer dağları, sahil silsiləsi, 3 Ant dağları və 5 də Atlas dağları. 1, 3, 5 doğru cavabdır. 6 Böyük su ayrıcıdır. 2 Ural dağlarıdır. 4 də Kalaxari səhrasına uyğun gəlir. O da qədim ərazidir. Deməli 1, 3, 5 doğru cavabdır. 27. Paleozoy və Kaynozoy eralarında baş vermiş uyğun coğrafi hadisələr. Paleozoy qədimdir. Appalat və Ural dağları yaranıb. A-nı götürə bilərik. 1-ə A. Son buzlaşma Kaynozoy erasında baş verib. 2-yə B. 4-cü dövrdə. Hersin qırışıqlığı Paleozoya aiddir. Bunu da 1-ə götürürük. Verxanski və Kunlun dağları bunlar Kimmeri dağ əmələ gəlməsi Mezozoy erasına aiddir. Heç birinə götürmürük. Alp dağ əmələ gəlməsi baş vermişdir. Bu Kaynozoy erasında baş verib. Deməli, doğru cavab 1-ə AC, 2-yə BY. 28. Kaynozoy, Mezozoy və Paleozoy erası əsas geoloji hadisələr. Deməli, 1, 2, 3 yazaq. Kaynozoy Kimmeri qırışıqlığının baş verməsi, Kimmeri qırışıqlığının baş verməsi aiddir burada Mezozoya 2'ye 2A. Sonra Tetis okeanının qapanması, Tetis okeanı parçalanıb tamamilə Kaynozoy erasında 1'ə B. Skot Allen və Chess dağlarının əmələ gəlməsi bu Mezozoy erasına aiddir. 2'ə AC. Pangea qurusunun parçalanması Paleozoy erasında baş verib. 3'ə D. Gondwana materikində buzlaşma. Gondwana materiki bu aid idi. Materikində buzlaşma baş verib. Bu aiddir. Deməli, 1'ə aid olacaq B, 2'ye aid olacaq A, 3'e aid olacaq 2'ye daha doğrusu A aid olacaq, C aid olacaq, 3'e də D aid olacaq. Çünki Gondwana materikində buzlaşma belə bir hadisəni biz çox da bilmirik Gondwanada. Deməli, doğru cavab olur 1'ə B, 2'ye A, C, 3'e D. Sonra 29-cu sual 1, 2, 3.
Hersin dağı əmələ gəlməsi böyük xinqan, böyük su ayırıcı, bəli, doğrudur. 1-ə A. Kimmeri dağı əmələ gəlməsi Mezoerasdır. Suxoti Alin və Qayal dağlar. Qayal dağlar Koldiriyenin şərq hissəsidir. Alt dağ əmələ gəlməsi buna aid olacaq D və Y. 1-ə A, 2-yə B və C, 3-ə D və Y doğru cavabdır.